Salam, 5-ci sinif Azərbaycan tarixindən 8-ci dərsimizə keçirik. Dərs 8. Azərbaycanı birləşdirən ilk hökmdar. Baş verən üsyanlar ərəb xilafətini zəiflətdi. Xəlifələr dövləti artıq əvvəlki kimi idarə edə bilmirdilər. İşğal edilən ərazilər bir-birinin ardınca xilafətdən qopmağa başladı. Qədim dövlətçilik ənənələrinə malik olan Azərbaycanda da yeni dövlətlər yarandı. Onlardan biri Sacıoğulları, yəni Sacilər dövləti idi. Mənşəcə türk olan bu sülalənin bütün nümayəndələri Afşin ləqəbini daşıyırdı. Sülalə, qohumluq hüququna əsasən taxtda ardıcıl surətdə bir-birini əvəz edən padşahlar deməkdir. Babəki məğlub edən Afşin də bu nəsildən idi. Yəni Heydər Kavusoğlu. Sacıoğulları dövləti 9-cu yüzilin sonlarında Azərbaycanın cənubunda meydana gəlmişdi. Paytaxtı əvvəlcə Marağa, sonra isə Ərdəbil olmuşdur. Dövlətin ən məşhur hökmdarı Yusif Sacıoğlu idi. O, Azərbaycandan böyük vergilər tələb edən xəlifəyə tabe olmaq istəmirdi. Buna görə də hər il xilafətə göndərilən xəracı dayandırdı. O, güclü ordu yaradıb qonşu əraziləri də özünə tabe etdi. Yusifin əsas məqsədi Azərbaycanı birləşdirmək idi. Sacıoğulları dövlətindən bir qədər əvvəl Kür çayından şimalda yerləşən torpaqlarda Şirvanşahlar dövləti yaranmışdı. Yusif Şirvanşahlar dövlətini də özünə tabe etdi. Ərəblərin qapılar qapısı adlandırdıqları Dərbənd də tutuldu. Yusif xəlifənin deyil, özünün adından pul kəsdirməyə başladı. Bunu bilmək maraqlıdır. Yusif yaxşı təhsil almışdı. Ədəbiyyatı çox sevirmiş. Mənbələrdə onun gözəl şeirlər yazdığı da qeyd edilir. Gözəl nitqi ilə ətrafdaşların ürəyini fəth edirdi. Döyüş meydanında cəsarətli və qorxmaz, diz dövrlərdə isə ədalətli və səbirli idi. Xilafət ordusunu məğlub edən Yusif, əsir düşən ərəb sərkərdələri ilə çox yaxşı rəftar etmiş, onlara qiymətli geyim də bağışlamışdı. Bu davranışları ona rəğbət qazandırırdı. Hətta düşmənləri belə Yusifə hörmətlə yanaşırdılar. Bilirsinizmi, qədim dövrlərdə pullar kağızdan deyil, metallardan kəsilirdi. Qazıntılar zamanı alimlər indi də qədim mis, gümüş və qızıl pullara rast gəlirlər. Metal pul kəsilməsi üçün xüsusi emaltxanalar yaradılırdı. Onları zərbxan adlandırırdılar. Pulların üzərinə hökmdarlar öz adlarını zərb etdirirdilər. Bu, həmin hökmdarın müstəqil olduğunu təsdiq edən əlamət hesab olunurdu. Beləliklə, Yusif Sacıoğlu tarixi Azərbaycan torpaqlarını vahid dövlətdə birləşdirən ilk hökmdar oldu. Dövlətin ərazisi Dərbənddən Zəncana və Həmədana qədər uzanırdı. Xəlifə Yusifin güclənməsindən və müstəqil olmasından qorxuya düşdü. O, böyük qoşun topladı. Mahir sərkərdələrindən birini bu qoşuna başçı təyin edib Yusifin üzərinə göndərdi. Baş verən qanlı döyüş Azərbaycan hökmdarının qələbəsi ilə başa çatdı. Yusif xəlifədən Azərbaycan və qonşu ərazilər üzərindəki hakimiyyətinin tanınmasını tələb etdi. Ərəb xəlifəsi çıxılmaz vəziyyətə düşmüşdü. O, Azərbaycan kimi zəngin ərazinin itirilməsi ilə barışmaq istəmirdi. Bir neçə il hazırlıq görəndən sonra xəlifə yenidən Azərbaycana qoşun göndərdi. Bu dəfə iki güclü sərkərdənin başçılıq etdiyi böyük ordu Yusif Sacıoğlunu məğlub edə bildi. O, əsir götürüldü və zindana atıldı. Xəlifə rahat nəfəs ala bilərdi. Amma onun gözlədiyi olmadı. Yusif əsir götürüləndən sonra Azərbaycanda və qonşu ərazilərdə üsyanlar başladı. Xəlifə bu üsyanların öhdəsindən gələ bilmirdi. Ona görə Yusifi azad edib yenidən Azərbaycana göndərməyə məcbur oldu. Üsyanlar yatırıldı, ölkədə sabitlik yaradıldı. Azərbaycanın vahid dövlət şəklində birləşdirilməsi müsbət hadisə idi. Tarixi torpaqlar bütövləşmiş, iqtisadiyyat canlanmış, mədəni həyatda da irəliləyişlər baş vermişdi. Artıq Yusif qocalmışdı. Bu zaman xilafətin ərazisində xəlifəyə qarşı üsyan baş verdi. Ümidsiz vəziyyətə düşən xəlifə Yusifdən kömək istədi. Xəlifənin köməyinə tələsən Azərbaycan hökmdarı üsyançılarla gecə döyüşündə məğlub olub əsir düşdü.
Yusifi əsir götürənlər xəlifədən onun azad olunması üçün pul tələb etdilər. Tələb olunan pul gecikdiyi üçün üsyan rəhbərləri Yusifi edam etdilər. Azərbaycanı ilk dəfə vahid dövlətdə birləşdirən şəxsiyyətin ömrü başa çatdı. Yusif Sacoğludan sonra hakimiyyətə gələn varisləri onun siyasətini davam etdirə bilmədilər. Daxili çəkişmələr dövləti zəiflətdi. Nəticədə Sacoğulları dövləti süqut etdi. Bəli, indi isə keçirik sual və tapşırıqlara. Yusifin uğurlarının sirri nədə idi? Yusif ağıllı, ədalətli, vətənini çox sevdiyi üçün və bacarıqlı olduğu üçün uğur qazanırdı. Pulların mis, gümüş və qızıldan kəsilməsinin səbəbi nə idi? Qədim dövrlərdə pulların mis, gümüş və qızıldan kəsilməsinin əsas səbəbi bu metalların möhkəm və dəyərli olması idi. Onlar asanlıqla sınmır, paslanmır və uzun müddət istifadə oluna bilir. Həmçinin bu metallar dəyərli sayıldığı üçün insanlar arasında etibarlı pul kimi qəbul edilirdi. Buna görə də pullar daha çox mis, gümüş və qızıldan hazırlanırdı. Yəni, pulların bu metallardan kəsilməsinin əsas səbəbi onların möhkəm, dəyərli və etibarlı olması idi. Hazırda metal pul düzəldilməsi ənənəsi davam edirmi? Bəli, hazırda metal pul düzəldilməsi ənənəsi davam edir, amma əvvəlki kimi geniş yayılmış deyil. Əsasən gündəlik pul dövriyyəsində kağız pul və elektron ödənişlər üstünlük təşkil edir. Mətnə əsasən cədvəli tamamlayın. Səbəb və nəticə. Səbəb: xəlifə ilk dəfə Azərbaycana qoşun göndərdi. Nəticə: Azərbaycan hökmdarının qələbəsi ilə başa çatdı. Nəticə: Yusif Sacoğlu məğlub oldu. Səbəb: xəlifənin ordusu böyük və güclü idi. Səbəb: xəlifə güzəştə getdi. Nəticə: üsyanlar yatırıldı, Azərbaycanın müstəqilliyi və daxili sabitliyi möhkəmləndi. Səbəb: Azərbaycanın birləşdirilməsi müsbət hadisə idi. Nəticə: tarixi torpaqlar bütövləşmiş, iqtisadiyyat canlanmış, mədəni həyatda irəliləyişlər baş vermişdi. Nəticə: Yusif Sacoğlu edam edildi. Səbəb: tələb olunan pul gecikdiyi üçün. Yaşlı olsa da xəlifənin köməyinə getməsi Yusifin hansı xüsusiyyətinin göstəricisidir? Yaşlı olmasına baxmayaraq xəlifənin köməyinə getməsi Yusifin cəsarət, mərdlik və insanlara yardım etməyi üstün tutması xüsusiyyətlərinin göstəricisidir. O, şəxsiyyətində məsuliyyət və mərhəmət keyfiyyətlərinə malik idi və qorxusuz davranırdı. Sacoğulları dövlətinin yaranmasının əhəmiyyəti nə idi? Sacoğullar dövlətinin yaranması ilə Azərbaycan yenidən müstəqil dövlətə çevrildi. Xilafətin təsiri azaldı, yerli hakimiyyət gücləndi. Ölkədə sabitlik və inkişaf yarandı. Ticarət, sənətkarlıq və mədəniyyət dirçəldi. Bu dövlət Azərbaycan dövlətçiliyinin davamı kimi mühüm tarixi rol oynadı. Sacoğullar dövlətini Albaniya və Atropatena dövlətləri ilə müqayisə edin. Vahid dövlətin üstün cəhətlərini müəyyənləşdirin. Sacoğullar dövləti Albaniya və Atropatena dövlətlərindən daha sonraki dövrdə yaranmışdı. Albaniya dövləti Şimal Azərbaycanda, Atropatena dövləti isə Cənubi Azərbaycanda mövcud olmuşdu. Sacoğullar dövləti isə bütün Azərbaycan torpaqlarını birləşdirmişdi. Albaniya və Atropatena dövlətləri əsasən müstəqil olmuş, lakin bəzən yad ellərdən asılı vəziyyətə düşmüşdülər. Sacoğullar dövləti də xilafətdən asılı idi, amma daxildə müstəqil idarəetmə aparırdı. Vahid dövlətin üstünlüyü ondan ibarət idi ki, ölkədə nizam-intizam yaranır, xalq birləşirdi, ordu güclənirdi və düşmənlərə qarşı müdafiə asanlaşırdı. Həmçinin iqtisadiyyat və mədəniyyət inkişaf edir, ölkə daha güclü olurdu. Bəli, bu qədər. 9-cu dərs öyrənmək üçün növbəti videoma baxa bilərsiniz. Kanalıma abunə olub bəyənməyi unutmayın. Hələlik.